Hoş gördük sevimli sayıqlı dinləyicilər və izləyicilər. İranda küçə etirazlarıyla ilgili yeni xəbərləri diqqətinizə çatdırırıq. Bugün yanvarın 6-sı 2026-cı ildə Azadlıq hayırtısının 10 günü alov içində və gülə dönmüş vədlər fonunda Trump hərəkətə keçmir. Paniryanist media etirazların anlamını təhrif edir. Xəbər media az və az türkün birbaşa əldə etdiyi gerçək bilgilərə görə İranda ardıcıl 10-cu günə çatan ümumi küçə etirazları Tehranda dükan sahibləri və bazar adamlarının iqtisadi narazılıqları ilə başlamış, Məşəd, İsfahan, İlan və başqa şəhərlərə yayılmışdır. Bu müddətdə onlarla insan öldürülmüş, yüzlərlə nəfər yaralanmış və ya tutulmuş, iqtisadi və siyasi vəziyyətə qarşı xalq qəzəbi ən yüksək həddə çatmışdır. Artıq bu etirazlar yalnız iqtisadi deyil, açıq siyasi xarakter daşıyır və səsləndirilən şüarlar bütövlükdə hakimiyyət sisteminə, özəlliklə Əli Xameneyinin rəhbərliyinə yönəlmişdir. Küçə etirazları ölkənin bəzi mərkəzi və fasilli şəhərlərində güclü şəkildə davam etdiyi halda, türk və ərəb sakinləri bölgələrdə mənalı bir susqunluq, yol birlik etməmə və mərkəzçi müxalifətin üstün anlatısına qarşı dərin güvənsizlik görünür. Bu susqunluq mövcud duruma razılıqdan deyil, həmin toplumların tarix boyunca yaşadığı kənara itilənmə, kimlik aşağılanması və tələblərinin təhrif edilməsi təcrübəsindən doğur. Bununla yanaşı bəzi yerlərdə, o cümlədən Loristanın Məlikşahı bölgəsində təhlükəsizlik qüvvələri və inqilab keşikçilərinin zoraki davranışı, baskı qüvvələrinin etirazçılara birbaşa atəş açması nəticəsində bir neçə nəfərin öldürülməsi və yaralanması ilə nəticələnmişdir. Bu şəraitdə Donald Trump qanlı baskılar davam edərsə İran xalqına yardım ediləcəyi barədə verdiyi sözlü hədələrlə özünü etirazçıların yanında göstərməyə çalışmışdır. Ancaq bu günədək bu sözlər yalnız danışıq səviyyəsində qalmış, heç bir real çəkindirici və ya açıq dəstək addımı atılmamışdır. Sözlə iş arasındakı bu boşluq cəmiyyətin bir hissəsində xarici müdaxilələrə qarşı güvənsizliyi daha da artmışdır. Bunun qarşılığında İran International, Mənoto və oxşar paniryanist media qurumları etirazların şüar və istəklərini Pəhləvi səltənətinin geri qaytarılması yönündə yozmağa, bir növ səltənətçi yaxud monarxiya dirçəliş görüntüsü yaratmağa çalışmışdır. Halbuki bu yanaşma iqtisadi ədalət, söz azadlığı, baskıların dayandırılması və demokratik quruluş istəyi kimi gerçək xalq tələbləri ilə açıq ziddiyyət təşkil edir. Bu media orqanları səltənət tərəfdarlarını qabardaraq etirazları müstəqil xalq hərəkəti kimi deyil, müəyyən müxalif çevrələrin maraqlarına uyğun biçimdə təqdim etmiş, bununla da xalq kütlələrinin əsas istəklərindən uzaq düşmüşdür. Gerçəklik isə budur ki, özəlliklə İranda və başqa şəhərlərdə öldürülənlərin dəfn mərasimlərində səsləndirilən şüarlar daha kəskin xarakter almış, birbaşa hakimiyyət başına yönəlmişdir. Xameneiyə ölüm çağırışları ilə yanaşı, səltənətin geri dönüşündən daha geniş məna daşıyan, siyasi azadlıq və quruluş səviyyəsindəki rüşvətxorluğun aradan qaldırılması kimi istəklər dilə gətirilmişdir. Siyasi təhlilçilərin düşüncəsinə görə bu cür media təhrifləri etirazlar içində yarılma təhlükəsi yaradır. Bir tərəfdə açıq iqtisadi və siyasi istəklər ilə küçələrdə dayanan gerçək xalq, digər tərəfdə isə hərəkəti dayaz və yönləndirilmiş göstərməyə çalışan xarici media anlatıları durur ki, bu da bəzi siyasi layihələri kənardan dayaq toplamağa xidmət edir. Beləliklə, İran etirazları elə bir mərhələyə çatmışdır ki, burada artıq təkcə daxili yaşayış və siyasət deyil, uluslararası düşüncə və anlatılar da təsirli rol oynayır və bu dəfə insanlar hər zamankindən daha artıq öz hərəkətlərinin təhrif olunmadan olduğu kimi görünməsini istərlər. Gələn görüşə kimi sağlıqla qalın.